Herkese salam dostlar, ben İbrahim. Yepyeni bir video ile karşınızdayım. Bir neçə müddətdir video gəlmirdi. Bunun səbəbi isə internetin olmalıydı. İnternetlərimiz kəsilmişdi, çox təəssüf ki. Amma indi şükür yaxşıdır, internet işləyir. Yəni bundan sonra davamlı video gələcək. İnşallah internet kəsilməsə, işıqlar getməsə, belə yəni texniki problemlər baş verməsə, videolarımızın davamı gələcək. Bugünkü videomuzun konsepti oyunun verdiği pulsuz oyuncularla oynayacaq. Yəni oyun indiyə qədər nə qədər pulsuz oyuncu veribsə, bunlarla oynayacaq. Təbii ki, bu məsələn klasmanda kasıb almayan qalmışıq. Bu pulsuz sayılmır. Yəni bu oyunun sırf pulsuz verdiyi oyuncular. Məsələn indi qoyanda kadroya görəcəksiniz özünüzdə. Bizim kadroda məsəl üçün kim var pulsuz? Mən bilən Salibadır pulsuz. Məsəl üçün budur pulsuz. Sonra Van Dijk bu heç bunu çıxartmışıq. Sonra kim var pulsuz? Rodri pulsuzdur məsələn. Bu neydi bunun adı? Adı yadımdan çıxdı. Zaire Emery. Bu da pulsuzdur. Lewandowski da pulsuzdur. Serginho da pulsuzdur. Hakan da pulsuzdur. Bunlar pulsuz oyuncular. Demək olar bizim kadroda pulsuzlardan. Param yok bak ağlarıma. Üstüme gelmeyin öyle. Param yok. Biz təmiz pulsuz eləyəcəyik də. Məsəl üçün Franz Beckenbauer gəldi bura pulsuz. Bu ikisi pulsuzdur. Eşref Hakimi. Bu pulsuz verilib bu oyuncu, yəni yadımdadır. Anladık, sen tehlikesin, tehlikenin içinden geldin. Nəysə səhv qoysam yorumlarda yazar. Sizindən üzürlü sayın. Meyğlama bu da pulsuzdur məsəl üçün axırıncıdan gəlmişdi. Yəni burada bunu göstərməyə çalışıram ki, zəif kadro ilə indi mən 2-ci klasmandayım. Necə 1-ə çıxacam, az qalıb. Maksimum nələr eləmək olar? Təbii ki, oyun pulsuz epiklər falan verib, prosta mən almamışam. Mən o vaxt oynamamışam deyə ala bilməmişəm. Mən sadəcə, yəni məndə olanlardan qururam. Video fikrindən, yəni. Sonra kimləri verib pulsuz? Məsəl üçün Messi'nin oyun pulsuz vermir. Heç mən görməmişəm Messi'nin pulsuz versin oyun. Yəni məndəki hamısını pul vurub almışam. Bəlkə də 7-8 min pul xərcləmişəm Messi'nin üstünə. Aynen. Vəziyyət çəkmişik də. Mbappe'nin bu kartı pulsuz idi, yağma gəldi. Ayda, buna bilirsiniz nə qədər pul xərcləmişdim mən. Bu Messi'nin kartına nə qədər danışsam az. Hazard, məsəl üçün. Hazard'ı kimin yerini ala bilərik burada? Cruyff'un. Ondan sonra başqa kim var? Neymar məsəl üçün pulsuz verilmişdi. Burada Ronaldo'nun yerinə. Məsəl üçün sonra bunu da ehtimala bura qoyaq. Bunu qoydum ki, birdən o birisi pulsuz olmaz. Bu 100% pulsuzda yaxınıncı da yadımdan qalıb. Solbek, Hernandez. Qalıb əslində, amma Mendes yaxşı olsa, o da yeni şey idi. Rüdiger, yox, qalsın. İkisi də oyun qurucudur bunların. Rüdiger'i alaq. Rüdiger oyun qurucu deyil deyəsən. Yox edilsin. Bu da çoxdan desən etkinlikdə verilmişdi. Sonra kim var? Qapıçı aldıq. McAllister. Sonra Kamavinga. Sonra Dosta kimi ala bilərik. Dost əslində yəni bunu da çıxartmış sayılırıq da, tam pulsuz sayılır. Mən sırf oyunun verdiklərini deyirəm. Bu oyuna ilk gələn pulsuz Showtime idi deyəsən. Yadıma gəldi. Ribery məsəl üçün. Ribery də eyni olan kimi. Sonra kim var burada? Ala biləcəyimiz belə. Kim? Ha, bu da pulsuz, yadıma düşdü. Ruben Neves. İddia adresi Ruben Neves idi. Ha. Sonra Son Heung-min. Gəl bura sən. Kimin yerinə? Pirlo'nun yerinə. Burada bu qala. Ha, düzəldi. Hücumçular almalıyıq məncə. Hücum xəttimiz çox zəifdir. Pulsuz gəl.
Aubameyang'ın yerinə əl adam almamışıq. Aubameyang'ın da yerinə bir nəfər alaq. Görək oyun belə kim verib yaxşılardan. Heç kim verməmsən sən. Pulsuz. Marcus Rashford. Bunu da alaq elə bunun yerinə. Sonra kim var? Kim? Kim lan o? Ağlıma gəlmir. Kimsə var idi. Prosta yadımdan çıxdı. Görüm bu ilk 11 vəsiyo hazır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Drogba ilə Saviolanı dəyişməliyik. Drogba ilə Saviola. Yox, bu pulsuz deyil. Hə, tapdım. Dostlar, kadro hazır. Bu kadro sırf pulsuzlardandır, yəni oyunun verdiyi oyuncular indiyə qədər. Yəni bundan maksimum nə eləmək olar? Keçək oyunda görüşərik. Və belə dostlar, rəqib gəldi. Görək kimdir, neçə kaldı. Cristiano falan 259.000. İkinci klasmandır rəqibdə. Görək kim aşağı bax. Hakimi. Hakiminin yerinə, yəni burada almağa adam yoxdur. Mən kimi alım hakiminin yerinə? Heç kim. Birinci timerə məncə Mbappe. Hakan da alaq bura hətta. Bireysel talimatlar. Defansif. Çox qabağa getməsin. Görək rəqibin də kadrosuna baxaq. Rəqibin də kadrosu qəşəngdir. Şey kadrosu var rəqibin. Tam içimizdən keçməli. Bu herifler bizi... Oo. Yəni tam bizi bu dəqiqə dağıdacaq bir kadrosu var. Gareth Bale bizim müdafiəni yarıb keçməyə bəsdir də. Amma təbii ki də birinci əsas momentumdur. İnşallah bizdən yana olar. İkinci də əsas oynayışdır. Nə qədər güclü kadron olursa olsun, oynayışın yoxdursa, yəni bir dənə oyunçu güclüdür deyə o səni xilas eləyəcək deyə bir şey yoxdur. Bu neçə dəfə baxmışam, görmüşəm. Yəni düzdür, momentuma görə uduzluğum da olub. Məndən də güclü oynayan var. Həmişə güclüdən də güclüsü var. Görək bu oyun kim güclüdür, momentum kimin tərəfindədir. Maygana bax, pulsuz maygana bax, pulsuz mayganan ayrıdır. Başlayaq. Hər yerim nədir, üzüm gözüm qaşınır oyun oynayanda. Torres, Bale, Rüdiger, Beckenbauer, Hakan, bizdən heç kim yoxdur. Rodri, Kylian, niye kastı? Sıfırdan vurdum ya. Kasmıştı bir de, Allah hakkı kasmıştı. Kevin De Bruyne çıxdı. Desən rəqib Özbekistanlıdır. Bizim rəqiblər ancaq Özbekistan, nə Ermənistan, Azərbaycanlı gəlməz ki. Amma sizə belə deyim, bizim Azərbaycanlılar, bir də Türklər oyunu məncə bunlardan daha yaxşı oynayırlar. Mən onun sizə fikir vermişəm. Çok konuşuyorsun ve dalayarak. Qaçdı Kylian. Ayağına bax, bu boyda ayağı var. Marcus. Of, o vaxtlar Rashford nə idi? Kylian. Rashford. Bitirə bilmədi Rashford. Az qalmışdı. Alphonso Davies. Rəqib yaxşı topsuz tərəfdən gəlmir.
Mən də ağzımı açıram. Nə bəd ağzım var mənim. Lionel Messi, qaçdı Rashford. Kaş Mbappe'yə qaldırardım. Səhv elədim, kaş. Casillas. Franz Beckenbauer. Messi. Əslində Çağmatata oynayardım. Prosta klasman kasıram deyə. Messi. Bu Messi'nin bütün kartlarımı eyni olar da yani. 90 nə bilim, hamısı 90 pluslu top sürmə, top tutma, idarə eləmə, nə bilim çevirmə, şey eləmə, zırt, pırt az qalsın rəqib atırdı. Danışamıram, rəqib atırdı. Müdafiə yaxşı elədi, yaxşı bağlandıq. Korner vuracaq. Görək. Kornerdən bizi ata biləcəkmi yoxsa? Gareth Bale. Hayır. Adıma sıçtım. Az qalsın. Yaxşı qutardıq. Keçək ikinci tayma. Birinci taym yaxşı qutardıq. Rəqib az qalsın atacaq axırıncı pozisyonda. Kylian Mbappe, Messi. Verdi Mbappe. Mbappe qəşəng döndü. Mbappe'nin o birisi portföy kartı daha qəşəngdir. Daha cəlddir. Bu yəni çox lənc qalır. Qəşəng. Orada oyuncunu çox qəşəng çəkdim də yəni. Rəqibi çaşdırdı. McAllister. 1-0. Pulsuz oyuncularla şov. McAllister. Verdi Rashford. Messi, Hakan, Rodri. Marcus Rashford. Tiki taka. Barcelona'yım lan mən. Oyunun Barcelona'sı mənəm. Bana 5 yıl. Harbi mi diyorsun? 2-0. Rəqib hücumu aldı. Rodri. Kylian. Hakan. Görək Ronaldinho. Bundan danışam. Ya ne anlatıyorsun be abla, gözünü seveyim be abi. Az qalsın atırdı. Mən də danışam bilmirəm. Danışa bilsəm hər şey çox qəşəng olacaq. Bundan bəhs edirəm sizə. Yəni əsas oyuncu çoxdur. Düz azda momentum da var. Yəni hiss olunur da rəqibin də oynayışından. Momentum elə bir bizdən yanadır. Amma məncə oyun çoxdan da çox şey asılıdır. Prosta nəsə bu oyun qapçıdan xoşum gəldi. İlk 11-mə salmaq istəyərəm. Bilmirəm indi bu oyuna özəl belə oynayır, yoxsa həmişə belədir. Hakan, Mbappe, Kaydırək. 74-cü dəqiqədə oyuncu dəyişikliyi eləməyək məncə də. Sənə məncə eləməlisən, sənə lazımdır, prosta mənə lazım deyil. Lionel mi? Güclə atırıq da, yəni güclə atırıq. Bu boyda tik-tak eləyirik, güclə atırıq. Birinin qapçı tutdu, birinin dirəyə dəydi. Qaqaş quit atır. Oyundan çıxdı.
Bütün oyunlarımız belə olar. Ya oyundan qaçırlar, ya oyundan çıxırlar. Ciddiyəm, artıq bu 5-ci, bəlkə də 6-cı video da atıram YouTube kanalıma. Hamısında eyni şey olub. Rəqibim maçı buraxır. Yəni niyə belə olur mən bilmirəm. Yəni düzdür, oyunçuluğum zirvə deyil, amma yəni mənim də özümə görə oyunçuluğum var. Yaxşı oynayıram, yəni məncə, mənim fikrimcə. Amma yəni bu qədər də yox da. Hamı qaçır məndən. Rəqib də pis oynamadı, əllərinə sağlıq. Neçə kaydı bu? 6300. 6300-dəki rəqibi quit atacaq qədər şey elədi, yəni fikirləşin də özünüz. Nə bilim. Neysə dostlar, sağ olun. Gələn videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Bay bay.